Read the passage and answer questions. Mətni oxuyun və sualları cavablandırın. National Geographic is one of the most famous organizations for exploration and education in the world. National Geography, yəni Milli Coğrafiya dünyada kəşfiyyat və təhsil üzrə ən məşhur təşkilatlardan biridir. It started in 1888 when a small group of scientists, writers and explorers wanted to share knowledge about the Earth. 1888-ci ildə kiçik bir qrup alim, yazıçılar və kəşfiyyatçıların yer haqqında bilikləri bölüşmək istədiyində başlamışdı. Today, people recognize National Geographic by its magazines, TV programs and inspiring documentaries. Bu gün insanlar National Geography jurnalları, televiziya proqramları və ruhlandırıcı sənətli filmləri ilə tanıyırlar. National Geographic writers about animals, ocean, space, history and different cultures. National Geography heyvanlar, okeanlar, kosmos, tarix və müxtəlif mədəniyyətlər haqqında yazır. Its photographers and filmmakers travel to the frozen Arctic, jungles, deserts and oceans to take amazing pictures. Onun fotoqrafları və kino rejissorları heyrətamiz şəkilləri çəkmək üçün dondurulmuş Arktikaya, cəngəlliklərə, səhralara və okeanlara səyahət edirlər. These pictures show the beauty of nature and explain why we should protect it. Bu şəkillər təbiətin gözəlliyini göstərir və onu niyə qorumalı olduğumuzu izah edir. The organization also supports financially important research and conservation projects. Təşkilat həmçinin maliyyə baxımından əhəmiyyətli tədqiqat və mühafizə layihələrini dəstəkləyir. It supports scientists who study endangered animals, protects cultural and historical sites, and teaches young people to care for the environment. O nəsli kəsilməkdə olan heyvanları öyrənən, mədəni və tarixi yerləri qoruyan və gənclərə ətraf mühitə qayğı göstərməyi öyrədən alimləri dəstəkləyir. For more than 135 years, National Geographic has helped people explore the world from home. 135 ildən artıqdır ki, National Geography insanlara dünyanı evdən kəşf etməyə kömək edir. By reading an article, watching a film or looking at a photo, everyone can learn more about nature and feel inspired to protect our planet. Və son olaraq burada məqaləni oxumaqla, filmə baxmaqla və ya foto şəklə baxmaqla hər kəs təbiət haqqında daha çox məlumat əldə edə və planetimizi qorumaq üçün ilham ala bilər deyilir. Mətnimizlə əlaqəli ilk sualımızda complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlayın deyir. National Geographic helps people learn about the planet by, yəni Milli Coğrafiya sayılan National Geography təşkilatına söhbət gedir ki, planet haqqında öyrənməyə insanlar kömək edir. Hansı yolla köməklik göstərir? Biz onunla davam etdirməliyik cümləni. Publishing magazines and documentaries, yəni jurnallar və sənədli, yəni sənədləri nəşr etdirməklə. Birinci məlumatımız doğrudur və mətnimizdə də qeyd olunurdu ki, bu vasitə ilə məlumatlandırırlar. İkincidə supporting research and conservation projects, yəni qoruma xarakterli layihələr və tədqiqatı dəstəkləməklə. İkinci də doğrudur. Mətnimizin abzasına diqqət etsək və burada support scientists deyə, daha sonra support financially important research and conservation projects hissəsində məlumatı əldə etmiş olacağıq. Daha sonra digər variantlarda making new cultural and national music, yeni mədəni və milli musiqini hazırlamaqla, təbii ki, bunun vasitəsilə insanlara köməkdə qeyd olunmur. Building new stadiums around the world, dünyada yeni stadionlar tikməklə, yenə də bu haqda məlumatımız mətnə əsasən doğru deyil. 1-2 B variantı düzgün cavabdır.